Bu reseptimə güvən, mətbəxdə fərqlilik yarat. Ət və tərəvəzləri mükəmməl birliyi ilə yaradılmış ətli əcəb səndəl reseptini 1 dəqiqəyə öyrənəcəksən. Ama önce annenizi ve babanızı seviyorsanız telefonunuzun bunu yapabildiğini 3 saniye içerisinde kanıtlayın. Önce beğeniye basın, ardından abone olun. Kuzu quyruğunu xırdaladığın yağlı dana ətində bu formada başla doğramağa. Ətin hər üzünü quyruq yağında qızardandan sonra badımcanları da bu formada təmizləyib doğrayırsan. Ətləri yağdan yığandan sonra başda badımcanın da hər iki üzünü yağda qızartmağa. Badımcanlar qalın doğranmış olmalıdır ki, pörtlənəndə çox da dağılmasın. Başlayırıq kartofu da doğramağa, soğanı da doğrayırsan, pomidor da, biberlər də. Tərəvəzlərin düzülüş formasında birinci növbədə soğanlar düzəndən sonra doğranmış kartoflar da üzərindən qızardılmış ətdir, biberlərdir, pomidorlar da hamısını düzəndən sonra başlayırsan göyərtiləri də doğramağa. Göyərtini də qızardılmış badımcan üzərindən sərdin, duzun, istiotun və 1 stəkan da açılmış tomatın vurdun, 1 stəkan da suyun. Qoysan zəif temperaturda qəşəngcə bişməyə. Təxminən zəif temperaturda 1 saat yarıma qədər bişdi, ət pambıq kimi bişəndən sonra yeməyin hazırdır. Ətin tərəvəzin boşqaba çəkdin, üzərindən də yeməyin öz sosunu da verəndən sonra təndir çörəyində 2 əlindən bölüsən, nuş edib mənə çox sağ ol.